Çək. Salam değerli izleyiciler, her birinizin sabahınız. Bu da çobanımdır. Malı çomalana çoban hədiyədir. Çobanı çək, çobanı. Elində ağacı olan çobanımdır. Malı alana çoban üstünə hədiyədir. Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizin xoş gördük. Bugün 8 may 2026-cı. Bərdə mal bazarından. Elə yağır ki, inanın Allaha yer göy suluda, yəni ona baxmayaraq sizlər üçün çəkirim bu videonu. Görək bugünkü videomuza nə qədər layiq gələcək. Hiç elə Ay Masud, onlara aparın görə. videosu oldu çəkmək. Neçə iləndir bunların qiyməti? Get maşını xodda. Ha, maşını xodda verib, belə buradan tapma tapıyor. Qiymətlər. Ha, qiymətlər 22 ilə deyirik. Çox. Sizən olsa 21-dən verərik. Zarfası neçə iləndir? Sən canın neçə iləndir? 20 yarımdan. 23 yarım. 2350 ilə. Masud, sən get orada, mən buradayım qaqa. Ay canım. Odur. Ne diyeyim valla sana kardeş. 2350 ilə. Bu günləri Azam Cemos Çandırı. Akbular Çandırı. haydi lan. 24. Aman yağır. Masrafına şükür. Yer göğsün. Şarollardı. Nəfər yağırsa masrafına şükür. İnanın Allaha. Yəni elə bilməyin ki, pazar olsun. Sizin de neçə iləndir qaqa bunların qiyməti? Bunları çomdur lan. Aha belə kom. Çom 32 ilə deyil. 3200 lan. Ayım olsun olsun. Neçə dənə malın var? Burada gördüğün hamısı sana bizim. YouTube'a koy, YouTube'a. Qosanla çəkim. Tahir Priye, billah. Bakmışam geçen bölümde. TikTok'a qoymuram, YouTube'a O qoyuram. hada YouTube'a çek. YouTube Tahir Priye. Qaqa onlar neçə iləndir? 22 yarımla. O biraz Ya deyildi. şurası Yağışın bazara təsiri olar. Füzuli maldı. Hardan gətirmisiniz? Bunu Füzuli'de. Da bunlar? Bunları ne bileyim Sabrabaz, Füzuli, İmişli. Allah xeyirli bazar versin. Sağ olun. Ya bunlar da çekeriz. Bunlar neçə ilə verirlər? Sandın qardaş, bazar olsun. Neçə iləndir belə üst-üstə? 3150 ilə. Hamısı şaroldu, angustu, simentaldı. Bu Bergalov neçədir? 3200 lira. Necə? Sizin dolmalarda? Onlar neçə iləndir? 2700 lira. 27 ilə.
Yağış yani bilirsiniz necə yağır. Narahat olma. Abi 27 iləndir bu. ...27 iləndir bunlar. Alıcılıq nətərdir? Yağışın bazara bir təsiri olar. Demək olar ki, səhərə kimi yağdı da. Kar oldu, hamının üstündəkiler. Canım ne söyledi? O görə bugünkü videolarımıza nə qədər bəyənməyib. Bu günləri bildiyiniz inek bazarından elə videoları çəkəlim. Ona görə ki, yağış yağır, möhkəm də yağır. Yer göy hamısı sudur. Ha, bildiyiniz su əlada yağır. Ya bizden al da büyüğün de ya bizden al. Ne kim orada olsa kıyamışa versen. Neçə iləndir qiymətlər? Ağa, neçə iləndir qiymətlər? Bunları 3 dənə, hə. 3 taneni 25 yarım. Yağış bazara güclü təsir edir. Ha? Bugünkü yağış bazara güclü təsir edir. Ya kardeş. O suyu kıymetine. Alan yok, bir şeyin yok. Ben şimdi de yağışın aldım. İnşallah gedər. Diri çəkisi 200, Ne? diri çəkisi 200, Eti. atı 200. Simentallardır. Beni sen vermiştin ya. Və bu 2 dənə var neçədir? Sizin deyil. Rəqəmlar sənindir. Sənindir bunlar. Xeyirli bazar olsun. Sağ ol. Neçə ilə? 2200 ilə. Neçə dənə maldı? 8. Alıcılıq nətərdir bazarda? Alıcılıq dünyanına göre zeyb ama hemşire şükür Allah'a. Yaxşı olur. Allah'ım. Allah hər birinizin ruzu bərəkətini versin. Allah canınızı sağ eləsin. 2200. Bazar olsun gözəl kişi. Neçə iləndir bunların qiyməti? 22 ilə. Bugün elə Dana bazarından videomuzu elə burada da yekunlaşdıracağıq. İnşallah. Kardeşim araba numarasını qeyd edəcək. Yağış elə bilməyin ki, elə yağın belə yəni bildiyinizdən də artıq yağır. Allah'a qurban olun. İnşallah yaxşı olar. Allah biraz möhlət versin. Camaat yazıqdır. Yer yurtdan otun əmcərini götürsün heyvanını.
Bax belə bir sağlam nə var, gördüyünüz kimi. Balası erkəkdir, dişi bunun. Bəroz, balası erkək, dişi. Dişi. Neçə günlükdür balası bunun? Antasa 13-13 günlük. Neçənci qarın? Süzü. 3. Südü nədir bə? Südü 10 litr. Südü 10 litr. Qiyməti nədir? Qiyməti 29'a deyirəm. 2900'də. Bala ilə 10 litrdir, balasız. Birin balası həmin sündən 10 litr. Göylə yem verirsən? Yemlə, bu göyə çıxır. Yəqin göyə çıxsa bir 12-13. Yəqin ki, çox verir. Allah xeyir versin. Bu neçənci qarındır? Qaqa bu neçənci qarındır? Mən verməyəcəm Allah qala. Həmən onu alır. Ha, yeni qapıya ver. Ha, yox, yox. Sən Allah alır. Sən orada. Qaqa bu neçənci qarındır? Bu neçənci qarındır? Bu neçənci qarındır? Araf nədir? 3. Balası erkək, dişi. Bunun südü nədir? Süd 12 litr. 12. Neçənci qarın? 3. Qiyməti nədir bə? Bunun qiyməti 2900 manat. Hər ikisi 2900'dən. Allah xeyrin versin. Qardaşım bax belə bir nəyi var. Balası deyirsən dişidir. Neçə günlükdür balası? 4 gün oldu. Onda süd öyle, hala bulamadı ha? Yox, südə çönüb. Çönüb südə. Neçənci qarındır? 4. Südü nədir bə? Südü belə 12-13 dedi. 12-13. Balı ilə balasız? Balasız. Balasız. Hara malıdır bu? Yevlaq malı. Buradan bütün Yevlaqdakı izləyicilərimizə salamlayırıq. Bu hər bir cansın. Qiyməti nədir bunun gözəl kişi? 35'e deyirəm. 3500 manata. Öz qapı malı. O bunlar da səndir? Onlar da çəkək ha. Bu qırmızı neçənci qarındır? İkinci qarın. İkinci qarın. Südü nədir? 6 litr. Balası hansıdır maşındakı? Maşında olan? Qiyməti nədir bə? 31'e deyirəm. 3 milyon. Bə bu qaran neçənci qarındır? 3. Südü nədir bə bunun? 7 litr. 7. Balası nədir? Balası erkək dişi. Qiyməti nədir? Qiyməti nədir gözəl kişi? 3100'ə. Üç milyon. Balası da dişi, kırmızı. Malı sən satırım. Kardeşim bak böyle bir neyi var. Simental da balası var. Bu ne sen zigarında tam? Üçüncü balası da altında. 3. Sütü nedir? Sütü 13 litr. Baladan sabahı. Baladan sabahı. Haram malıdır. Tərtər. Qəhrəman tərtər, salam olsun. Qiyməti nədir bə? Qiymətin 4400'e deyirəm. 4400 manat. Real alan olsa razılaşarım. Super DÇ bala altında. Balası neçə günlükdür bunun? 9 gündür oldu. Bu kırmızı da sənin ola. Ha? Yok. Ya bunlardır belki. Ya bu karadır. Bu kara arkadan çek.
Onda dördüncü balası. Dördüncü balası var. Aynen. Sütü nədir? Sütü 8. 8. Ha. Qiyməti nədir bə? Qiymətini 34 yarıma deyirəm. 3450 ya. Ha bana ne denk geldim bin, 34'e deyirəm. bin maşına. Münasibin yanı. Onda gelin maşının yanı geldi. Onda ikinci karnı deyədir. İkinci qarına düya. Ha, erkək balayla. Erkək balayı. Sütü balası var altı. Sütü nədir? Sütü 7 litr. 7 litr. Qiyməti 32 yarım. Obüs erkək baladı, süper balası var altı. bunun balası neçə aylıqdır? Çayın təzə tamamdır. Böyrün alıb, Yox hələ. almıyor böyrün. Sütü nədir? Sütü, onun sütü biraz azdır, 4-5 litr. 4-5. Amma yaxlı balası var, daha az. Qiyməti nədir? Onda 32 yarıma deyirəm, razı başlarım. 32 yarıma. Güzel bir video var ki hazırlayaq. 5 tane kəsən var.
Salam değerli izleyiciler, her birinizin her vaxtınız xeyir, her birinizi xoş gördük. Bugün 18 aprel 2026-cı il. Bərdər rayonu Mustafa kəndində belə bir fermamız çıxdı satışa. Gördüyünüz kimi 120 hektar torpaq içində. Bütün hər bir avadanlığı da var, hər şeyi var. Bax ot çardağıdır, hamısını çəkib su da başının üstündə. Değerli izleyicilerimiz, güzel kardeşler. Müəllimin əlaqə nömrəsini orada qeyd edəcəyik. Elə ilk bəri başdan müəllimin nömrəsini deyirik. Qeyd eləyin. Yəni videonun sonunda yox. Videonun sonuna baxanda qardaşlar bəziləri orada bilmir. Deməli, müəllimin əlaqə nömrəsi 050 978 3151 nömrə ilə əlaqə saxlayırsınız. Fermalarda hamısını göstərəcəyik. Ora ambardır, hava açıq olan yer. Ambarıdır, bax o açıq olan yer. Tövlələr də bax buradadır. Çəninə qədər hər şey var. Çəni də çəkəcəyik. Bütün gözəl şəraitlə. Buyurub baxa bilərsiniz. Qiymət barədə müəllimin özü ilə danışarsınız. Qiyməti burada deyilməyəcək. Ona görə işləyilməyəcək. Yəni müəllim bunu real satır birbaşa. Deməli gözəl qardaşlar. İşığı zaten hamısı var gördüyünüz kimi. Bu neçə neçəyədir bilmirsən? Neçə heyvan bağlanır bura? Bir dənə yəni 2 addelə 96 baş. Tüy. 96 baş mallıqdır. Yəqin ki suyu elə kalotla verirsiniz da. Yemi suyu kalotla orta ilə yəqin ki araba işləyir. Aha. Gözəl, işığı var. Su içməli suyuz az nəsə. Aha. Gözəl. Oyunda o birisiləri də göstərəcəyik. Hamısına baxın. Yerdəki betondur, değerli izləyicilərimiz. Necə? Kafel. Gördüğünüz kimi. Hamısını çəkib göstərəcəyik. Deməli, sırf bax bu çardaqlar mal üçündür. Yəni kim istəsə qoyun deyə bilər də. Yəni o baxır ki, sizin öz fikrinizə. Hal-hazırda hamısı mal üçündür. Torpaqdakı 120 hektar torpaqdır. Gözəl qardaşlar. Çəkəcəm baxasınız. Bu da yəqin ki qalmağa yaşayış. Neçə otaqdır bu ev? 4 otaq. Hamısı sizə məxsusdur da elə mi? 4 otaqdır. Hamam, tualet, addelinidir. Bir dənə əlavə kuxunası var. Kuxunusu da var. Hamam. Qəşəng şəraitdir. Yəqin ki bunun üstünə ot yığırsınız ha? Üstü də çardaq. Nə qədər ot gedir bunun üstünə? Gedər də yəni 2000, 3000. Qoşa kubiklə tikilir. Ferma. Gözəl. Su çənidəki neçə tonluqdur bu çən? 5 tondan da çox olar. Ha. Daimi su var da. motor vursan pastanı su gəlir. Nə gözəl. Bu da ambardır. Hansı? Ambarı da qoy çəkək də. Yox, içəri bağlıdır, yəni içində yemədən çöldən. İçəri ambardır. İçəri ambardır. Nə gözəl. Ambardır, skılatıdır, yəni yem skılatıdır. Bu da yem skılatıdır. İçərdən də qapısı var. Buradan baxmaq olur bura. İçərdən də oradan çıxış orada qapı. Oradan da çıxışı var değerli izləyicilərimiz. Gördüğünüz kimi. Bütün hamısı gözəl. Ambardır. Bildiğiniz ambar. Deməli, bax bu da ikinci tövləmizdir. Gözəldir, hər cür şəraiti var. Yəni buzoy saxlamaq üçün qəşəng addelləri var. Gözəl. İşığı var. Yəqin ki qaz olmaz. Yox, qaz yox. Odundan istifadə edirsiniz da. Gözəl.
O baştan da qapı var, bu baştan da. Yəqin ki, elə burada 96 başlıq olar. Olar. Müəllimin özü ilə orada nömrə deyilib, ətraflı məlumatların hamısını alarsınız. Dəyərli izləyicilərimiz. Kanalizasiya sistemi ilə gedir, yoxsa atırsınız? Atırır, yani sürüyle kanalizasyon. Kanalizasiya ilə gedirsi deyir. Nə gözəl. Orta iləndəki araba işləyir, yem. Sudakı kalotlarla gözəl qardaşlar. Gözəl, bax belə kalotları var. Döydüm ölməz kalotları var. Allah xeyir versin. İnşallah çəkib hamısını göstərəcəyik, baxın. Deməli, dəyərli izləyicilərimiz, bu gördüyünüz yerdə su bunun başının üstündədir. Yəni, əkin üstündə tam gözəl əlverişli yerdir. Yəni, heç bir problemi yoxdur. Qapıdakı gembol, həyətdir. Çəkib göstərəcəyik. Burada 2 dənə də elə bir balıq gölü var, amma qurudur da. Yəni, balıq da saxlamırlar. Kim istəsə saxlaya bilər. Onu da deyim, biləsiniz. Onu da göstərəcəyik. Bax, 2 otaq, qardaşın qaldığı yerdir. 2 otaq, bəli 2 otaq. Buradakı hamam tualetdir, gördüyünüz kimi. Aydındır. Deməli, dəyərli izləyicilərimiz, bura bax, balıq gölüdür. Yəni, qurudulub. Yəni, kim istəsə, yəni, balıq da saxlaya bilər. Ərazisi də ki, qəşəkdir. Çox geniş yerdir. Hal-hazırda balıq yoxdur. Balıq gölüdür. Buraxın, saxlayın da, gözəl, yəni qamışlıq olan bir yerdədir. Buyurub baxa bilərsiniz. Tam ətraflı bütün məlumatların hamısını müəllimin özündən birbaşa alarsınız. Bax, bu yem ambarıdır. Bütöydür, yoxsa bu ara kəsmə? Neçə ton buna yem yığmaq olur? 200 ton. Geniş ambardır. Qabağında qəşəng asfalt. Gözəl. Yəni 200 ton pon yığ. Bütün tədarükünü gör. Qışda əziyyət çəkmədən. Torpaqla göstərəcəyik bir müəyyən yerlərini. Baxın. Deməli, gözəl insanlar, gözəl qardaşlar. Dediyim kimi, su başının üstündədir, suyu da göstərəcəm. 120 hektar torpaqdır. Əkin üstündə var, belə, yəni oturaq sahəsi də var. Müəllimin özü ilə, yəni 120 hektar torpağın ərazisi var. Torpağı var. Birbaşa danışırsınız, çardağıdır, fermalarıdır, navesidir, hər şeydə, yəni ambarıdır, yəni qalmaq üçün evidir, hər şeyi var. Yəqin ki, kamera sistemi yoxdur. Var. Kamera sistemi də var. Nə gözəl. Suyu da çəkək. Bu suyu istifadə edirsiniz? Bəli, ölçü olmuş. Aha. Sahəni də bax bu suyla sulayırlar. Bax, bildiyiniz sahə bax bu suyla sulanır. Sudakı daimi var. Gözəl, yəni bütün ərazi hər tərəf bağlıdır. Müəllimin özü ilə danışın, qardaş. Orada əlaqə nömrəsi var. Tam da gözəl. Yəqin ki, bu su Qarabağ kanalından gəlir. Qarabağ kanalından gəlir, gördüyünüz suda. İnşallah müəllimin özü ilə birbaşa əlaqə saxlayın. Əlaqə nömrəsi orada var. Bu gördüyünüz yerlər hamısı müəllimə aiddir. Yəni, bax, bu gördüyünüz ərazi hamısı 120 hektar yerdir. Müəllimin özü ilə danışın, müəllim sizə tam ətraflı məlumatlarını verəcək.
Salam dəyərli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Biz bu günləri Ağdamda Uçoğlan Səfərli kəndində bax belə bir fermamız satışa çıxdı. Gözəl qardaşlar, gözəl insanlar. Hal-hazırda 1 hektarın içindədir, zaborun içindədir ferma. 055 222 25 52'dir nömrədə. Bir hektarın içindədir. Fermanın içində çəkəcəyik. Yəni tam ətraflı 10 hektarda mən bilən torpağı var. Dəqiq məlumatları verəcəyik. Bir daha deyirəm 055 222 25 52 ilə əlaqə saxlayarsınız qardaşlar. Tam ətraflı məlumatlarını verəcəyik. Düz asfaltın qırağındadır, gözəl bir yerdədir. Qiyməti də 260 min manat deyilir. 260 min manat. Yəni özünüz öz aranızda razılaşarsınız. Deməli dəyərli izləyicilərimiz, gördüyünüz kimi bax zaborun içindədir. Yəqin ki bura çobanın evidir yoxsa bura nədir? Bəli. Çobanın evi. Bu birisi də hamam tualet olar da. Hamam tualet o bir tərəfdədir. Pəyələr də ki, deməli 2 dənə qəşəng pəyəsi, 3 dənə qəşəng pəyə var içində. Bir o, bir də bu. Çəkəcəyik baxın ətraflı. Düz gözəldə bir yerdə. Sən bilərsən, bunun nə qədər torpağı var bu fermanın özünə aid? 10 hektar dedim müəllim mən. 10 hektar torpağı var. Qanuni sənəti quftusu var. Müəllimlə ətraflı danışıq, müəllim özüsə orada nömrə deyilir. Yəqin ki o kamera sistemidir, hə? İşləyər kameralar. İşləyir. O ambarda ora. Ambarda ora. Ambarlıdır. Ambardır. Burada tövlənin biridir. Və bura yəqin ki müdiriyyətin evi olar. Müdiriyyətin evi buradır. Yəni kim istəsə qardaş, yəni qala da bilər, yəni çobana da verə bilər. Qəşəng gözəl şərait var. Buranın suyu zalı necə? Var? Suyu var. Gözəl. Bax, belə Qurqavoy hasarın içindədir. Buyurub baxa bilərsiniz. Bax, belə kalotları da var, gözəl. Gördüyünüz kimi. Hazır. Aç için çəkək birini. Qoy baxsınlar. Mal üçündür, qoyun üçündür bu. Qoyun üçün. Qoyun üçün. Yağ çəkim, yağ. Qardaş, birbaşa müəllimin özü ilə 055 222 25 52 ilə əlaqə saxlayın. Qiyməti də 260 min manat deyilir. Hakimov üçün açın. Bax, qoyun üçündür. Bura qoyun üçündür, gözəl qardaşlar. Kim nə istəsə eləyə bilər də yan olandan sonra. Burada nə var ki? Qanuni sənəti quftusu. İşığı, suyu. Burada qaz sistemi nətər? Qaz var. Qaz gəlir bura yerə. Qazı yoxdur. Amma keçər də yəni xət. Kim istəsə çəkdirə bilər də qardaş. Ödül. Ha. Hakim. Omçu. Bax, navesidir. Gördüyünüz kimi.
Hal-hazırda bax, çardağı yana aparıb o başa qədər çatdıra bilərsiniz. Dəmirləri var. Yəni bastırıblar. Navesi. Bu da heyvan yükləməkdən ötəli. Maşın arxasını verir bura. Buradan elə bir şey deyirlər. Yürürlər maşına. Orada ambarzad olar. Açdın oranı. Deməli, gözəl izləyicilərimiz, bura 250 başlıq tövlədir. Çanıdakı, içəridə. Bütün Wi-Fi'dir, kameralı, hamısı sistemlər var. Suyu var, ışığı var, qazdakı yan bölünə çəkdirə bilərsiniz. Yəni problem deyil. Karotdakı gözəl, yəni ürəyiniz istəyər. 250 baş bu tövləlikdir. Bax bu mal üçün. Yeridəki geniş, kanalizasiya sistemindəki var. O başdan da qapı var, bu başdan da. İndi hamısını çəkəcəyik, baxın. Buradakı yem ambarıdır, bu tövlənin. O tövlədəki 300 başlıq qoyundur. Bax o biri tövləninki. Wi-Fi'dir. Suyla gedir, ha, kanalizasiya sistemi var. Var, hamısı var. Kuyusu var, hamısı var. Yəni su varma sistemi var. Gözəl. Haranı? Çəkdim oranı. Çəkdim oranı. Bağı da çəkilib baxın hamısına. Gördüğünüz kimi bağı da var. Bax, gözəl qardaşlar. Bax bu bağ buranındır. Bax bu fermanındır. Düz o durbalara qədər, hə? Bax, hasara alınıb durba ilə. Yəni bunlar ağaçlardan hamısı buranındır. Gözəl, gözəl. Hamamı da var. Ondan sonra hər cürə şəraiti var. Hər cürə. Bu ev neçə otaqdır? Ha? Neçə otaq olduğu bilinmir. Qardaş, bura yəni müdiriyyət burada yəni qalır, bax burada. Oradakı çobanın evidir, gələcəkdə. Buradakı 300 baş qoyun üçündür. Hamam orada, ha? Hamam içindədir. Gözəl. Hər cürə şəraiti var. İndi torpağını da yer çəkəcəyik. Darvazası gözəl bir düz magistral yolun qırağındadır. Getdik. Bu da su sistemidir. Deməli, bax, o bu tövlə. Qoyuna baxan üçündür. Qoyun heyvanına. Bu tövlə. O tövlədə olan o evdə hər elə bir qoyuna baxan ev ayrıdır, çobanın mala baxan elə bir ayrı tikdirib müəllim. Hamısı var, gözəl qardaşlar. Yəni yerləşdirəcək saytda. Wi-Fi-nə qədər, kamera sisteminə qədər hamısı var. Hər bir şey var. Yəni gözəl də bir yerdə. Deməli, dəyərli izləyicilərimiz, gəldik bax torpağın üstünə. Ferma ilə bax o fermadır. Burada torpaq yerin üstüdür. 10 hektar torpağı var. Göstərdim, deyə bir yonca alıb. Yoncadır. İndi aşağıda göstərəcəm hamısını. 10 hektar torpaqdır. Bax bu tap yer, bax o öz yoncadır, bura tap yerdir. Bax bura bütöv, düz o dəriyə qədər müəllimin yeridir. 10 hektar yerdir qardaş. Özü ilə əlaqə saxlayın 055 222 25 52. Biz ferma bax oradadır. Bu da yoldur.
Ferma ilə buranın arası 200 metrdir. Bax bu yer. Videomuzu elə burada da yekunlaşdırdıq.